Cənnət cömertlərin, cəhənnəm cahillərin yeridir. Öyünmək Adəm övladına yaraşarmı? Əvvəli bir damla su, sonu isə torpaqdır. Öz ruzisini belə yarada bilmədiyi kimi, özünü fəlakətdən də qurtara bilməz. Xuşusuz qılınan namazda, dilin bəlalarından və boş şeylərdən çəkinmədən tutulan orucda, Qur'anı düşünmədən oxumaqda, qəlbə həkk olunmayan elmdə, sərf edilməyən malda, çətin günlərdə göstərilməyən qardaşlıqda, şükr edilməyən nemətdə, könüldən edilməyən ixlassız duada xeyir yoxdur. Cənnəti arzulayan xeyir işlərə tələsər, cəhənnəm atəşindən qorxan şəhvətlərdən uzaq durar. Ölümə inananın nəfsani və şəhvani ləzzətləri yox olar. Dünyanı tanıyan üçün müsibətlər aşkar olar. Bir insanla dost olmaq istəyirsənsə, əvvəlcə onunla müəyyən bir məsafədə qal. Bu vəziyyətdə sənə normal davranarsa, dostluğunu davam et. Yoxsa ondan vaz keç. İffət yoxsulluğun, şükür isə zənginliyin zinətidir. Dünyanın nemətlərindən İslam neməti sənə kifayətdir. Məşğuliyyətlərindən itayət məşğuliyyəti sənə kifayətdir. İbrətlərindənsə ölüm ibrəti sənə kifayətdir. Elm ən xeyirli mirasdır. Ədəb ən xeyirli sənətdir. Təqva ən xeyirli azuqədir. İbadət ən xeyirli sərmayədir. Salih əməl ən xeyirli yol göstəricidir. Gözəl əxlaq ən xeyirli yaxın dostdur. Həlimlik ən xeyirli köməkçidir. Qənaət ən xeyirli zənginlikdir. Ölümü düşünmək ən xeyirli tərbiyəçidir. Allahın qullarına qarşı hüsnü zənn sahibi ol. Belə etsən, çox yorğunluqdan qurtularsan. Nəfəs almaq ölümə doğru atılan addımlardır. Dünyəvi arzular və ümidlər, hətta bəsirətli insanları belə kör edər. İnsanlar bilmədiklərinin düşmənidirlər. Xəsislik bütün pis əxlaqları özündə birləşdirər. Sual verilməmişə qədər susmaq, susturuluncaya qədər danışmaqdan daha xeyirlidir. Aşağı səviyyədə deyilən bir sözə cavab vermə. Çünki o sözün sahibində bunun kimi daha çox alçaq sözlər vardır. Cavab versən, yenə onlarla cavab qaytarar. Qəlbi kin və düşmənçiliklə məşğul olan insan faydalı işlər görə bilməz. Çünki qəlb iki zidd işlə eyni anda məşğul olacaq qədər geniş deyil. Mərhəmət səxavəti, səxavət təvazökarlığı, təvazökarlıq xidməti özü ilə gətirər. İnsanlarla anlayacaqları dildə danışın. Müminin təbəssümü üzündə, hüznü isə qəlbindədir. Kim nəfsinin bitib tükənməyən istək və arzularının əsiri olarsa, əməlləri də pis olar. Allahın dostları o kəslərdir ki, insanlar dünyanın zahiri görünüşünə baxarkən, onlar dünyanın iç yüzünü görərlər. Allahın sünnəti sirri gizləmək, Peyğəmbərin sünnəti insanlar arasında gözəl əxlaqla davranmaq, evliyanın sünnəti isə insanlardan gələn əziyyətlərə dözməkdir. Kiçik müsibətləri böyük görən insanı Allah daha böyük müsibətlərə düçar edər. Sözlərinin əməllərindən sayıldığını bilən insan az danışar və yalnız özünü maraqlandıran şeyləri söyləyər. Məhrumiyyət minnət altında qalmaqdan daha xeyirlidir.
Düşündürücü və hikmətli sözlərlə ruhlarınızı dincəldin. Çünki bədən yorulub zəiflədiyi kimi, ruhlar da yorular. Əyrinin kölgəsi də əyri olar. Həyat 2 gündən ibarətdir. Bir gün lehinə, bir gün isə əleyhinədir. Gün sənin lehinə olduğu zaman təkəbbür etmə. Əleyhinə olduğu zaman isə sıxılıb fəryad etmə. Mal nəfsani arzuların xam malıdır. Dünyəvi arzular dərdlərin açarıdır. Həsəd isə mənasız yorğunluğun yüküdür. İnsan öz istək və arzularının dəyəri qədər qiymətlidir. Bir bəndə Allah qatındakına öz əlində olanlardan daha çox güvənməsə, imanı kamil olmaz. Ağılı tam olanın sözü az olar. Nemətin kamil olması İslam üzərində ölməkdir. Yoxsulluğa düçar olduğunda sədəqə verərək Allahla ticarət et. Əlinə nemət keçdikdə çox şükür et. Az şükür etməklə Allahın nemətlərini əlindən qaçırma. Canlarınız üçün cənnətdən başqa bir qarşılıq və dəyər yoxdur. Ona görə də canınızı yalnız cənnət qarşılığında satın. Alimlərə niyə öyrətmədiniz sualı soruşulmadan, cahillərə niyə öyrənmədiniz sualı verilməyəcək. Namus gözəlliyin sədəqəsidir. Dində ədəb və mürüvvət sağlam ağlın bəhrəsidir. Salih əməl kimi ticarət, savab kimi qazanc, Allahın lütfü kimi fayda, təvazökarlıq kimi əsalət, elm kimi şərəf, şübhəlilərdən uzaq durmaq kimi təqva, gözəl əxlaq kimi Allah yaxınlığı, vacib ibadətləri yerinə yetirmək kimi ibadət, tədbir kimi ağıl, birlik və bərabərlik kimi insanı özündən, razılıqdan qoruyan başqa bir xüsusiyyət yoxdur. Cahil insanlarla zarafat etmə, onun dili zəhərlidir və qəlbini yaralar. Bugün əməl günüdür, hesab yoxdur, sabah isə hesab günü olacaq. Əməl etmək mümkün olmayacaq. Zənginlərin Allah qatındakı mükafatları umaraq təvazökar olmaları nə gözəldir. Bundan da gözəli isə yoxsulların Allaha təvəkkül edərək zənginlərə ehtiyac duymamalarıdır.